Xoş gördük əziz izləyicilərim, canlarım, ürəklərim. Necəsiniz? Hər zaman yaxşı olmanızı uca Tanrıdan arzu edirəm. Canlarım, bu günlərimdə mən yenə yeni paylaşımla gəlmişəm. Paylaşımın əsas mövzusu Bakı şəhərində olan sıxlıqla əlaqədardır. Bilirsiniz ki, Azərbaycanda 10 milyondan çox əhali var. Onun heç olmaya bir 5 milyonu Bakı şəhərində yaşayır. Rayonlardan axışıblar Bakıya. Niyə axışıblar rayonlardan? Çünki rayonlarda iş yerləri yoxdur. Əgər rayonlarımızda iş yerləri olsa, əhali bu qədər axın etməz Bakıya. Bakı yüksək mərtəbəli binaları da tikiblər. Bakını lap yaman günə qoyublar. Bakı nə qədimliyindən qədimdir, nə müasirliyindən müasirdir. Əgər bu sahibkarlar yeni evlər tikmək, yüksək mərtəbəli binalar tikmək istəyirsə, buna başqa bir yerdə ərazi ayrılardı və onlar orada yeni bir şəhər salardılar. Bakıda olduğu kimi qalardı. Ancaq bunu eləmədilər. Bakını paytaxt olaraq rayonların hansısa birinə köçürmək istəyirlər. Bəlkə mən də istəyirəm. Bakı şəhəri rayonların hansısa birinə köçsün. Mənim üçün ən uyğun demirəm ki, kimsə mənim sözümlə oturub durur. Sadəcə ürəyimə gələn fikri deyirəm ki, mən Zərdab şəhəridir. Zərdab şəhərin relyefi, torpağı, hər bir mühiti demək olar ki, Qazaxıstan Astana şəhəri var. Siz yaxşı bilirsiniz ki, Astana şəhəri də sonradan salınıbdır. Yəni onunla mən onu uyğunlaşdırıram. Zərdabla Astana şəhərini uyğunlaşdırıram mən. Ona görə də məsələn, paytaxt Zərdab şəhərinə köçürülsə yaxşıdır. Orada yeni evlər tikilər. Necə Astana şəhəri yenidən sıfırdan başlayaraq salındı paytaxt. Mən də istəyirəm ki, bizim də paytaxt elə sıfırdan başlanılsın. Bakı da yerində qalsın. Universitetlər var nə qədər. Bu universitetlər rayonlara köçürülməlidir. Filiallar yox, universitetlərin özləri, xəstəxanalar köçürülməlidir. Nə qədər iş yeri, şirkətlər var. Hamısı Bakıya niyə yığılıbdır? Bakı rayonlara köçürsün də bu şirkətlərdə. Xəstəxanalar da rayonlara köçür. Həm iqtisadiyyatı zəif olan rayonlara köçürsə daha yaxşı olar. Orada da xalqı işlə təmin olunar. Həm də şəhərin sıxlığı aradan qaldırılar. Siz 5 mərtəbə yolda çək, xeyri yoxdur. Şəhər çox sıxdır. Yəni bərbad gündədir də. Xalq razı deyil Bakının görkəmindən. Bakı şəhərinin görkəmi demək olar ki, zay gündədir. Bəzi yerləri yaxşıdır. Hansı yerləri? Park salınıb. Oralar yaxşıdır. Heydər Əliyev adına sarayın yanındakı qış parkıdır. Bu yüksək mərtəbəli binanı tikənlər imkan vermirlər də ki, cəmaət elə bir ki, rayonlara axın olsun. Çünki onlar əhali gəlib burada işlə təmin olunur. Yüksək mərtəbəli binalarda da yaşayanların 70% rayondan gələn kirayəşinlərdir. Burada kirayədə qalır, tələbələr kirayədə qalırlar, işçilər kirayədə qalırlar. Yüksək mərtəbəli binanı tikdirən sahibkarlar imkan vermirlər ki, bu universitetlər rayonlara köçsün. Bu mənim fikrimdir. Demirəm kimsə onların mənim də sözümlə oturubdur, ya onların sözünə oturub durur, yox. Sadəcə bu mənim fikrimdir ki, belədir. Nə qədər yüksək mərtəbə binalar tikmək olar? O payız yağışdan sonraki köbələklər bitir, ona dönübdür. Gəlinən baxsan, Bakının bir gülməli görkəmi var ki, görürsən bu aidiyyatı qurumlara, bu yəni şəhər salınmaya baxanlar, gəlinən Bakıya bir baxırlar. O bəzi qəbristanlıq var, başdaşın biri yekə, biri balaca. Və Bakı həmin o qəbristanlıqlara oxşuyur. Bizi istəyirək şəhərimiz gözəl olsun. O şəhər salınmaya baxanlar dəyişə yerinə təzə başqaları gələ ki, onlar Bakının bir görkəmini yaxşılaşdıralar. Yaxşı, canlarım, sizin həmsöhbət oldu Fəza İsmailova. Yenə də deyirəm ki, Bakının sıxlığını aradan qaldırmaq yeganə yolu birinci paytaxt rayonuna köçürülməlidir. İkincisi, universitetlər rayonlara köçürülməlidir, xəstəxanalar da köçürülməlidir. Bakı bir liman şəhəri olaraq qalmalıdır. Necə ki, əvvəlcə liman şəhəri olaraq yaradılıb, Bakı şəhəri İstanbul'la Ankara kimi. Bakı şəhərimizə elə özünün liman şəhəri olmağı hər şeyə dəyər.